Hər il 1,2 milyon nəfərə yaxın hepatit B xəstəliyinə yoluxur. Bu da o deməkdir ki, gün ərzində təqribən 3300 nəfərə yaxın insan hepatit B xəstəliyinə yoluxur. Bu xəstəliyə yoluxmaqdan da əlavə, həmin xəstəlikdən il ərzində təqribən 1 milyondan bir qədər çox insan dünyasına dəyişir. Yəni, olduqca ciddi bir xəstəlikdir. Dostlar, hər birinizi salamlayıram. Dr. Nemo kanalında təkrar xoş gördük və başlanğıcdan da yəqin ki, sizə aydın oldu ki, bugünkü videomuz qaraciyər xəstəliklərinin davamıdır və hepatit B xəstəliyi haqqında danışacağıq. Hal-hazırda Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya əsasən dünyada 254 milyon nəfərə yaxın təqribən bu qədər şəxs hepatit B xəstəliyindən xroniki formasından əziyyət çəkir. Və bu bizim bildiyimiz, hələ ki bildiyimiz bir nəticədir. Və hepatit B xəstəliyinə yoluxduğundan xəbəri olmayanlar və yaxud da yoluxub da müayinə olunmayan bir sıra şəxslər vardır ki, bu xəstəlik hələ ki onlarda aşkar olunmayıb və siyahıya salınmayıb. Yəni bizim bildiyimiz hal-hazırda dünyada 254 milyon nəfərə yaxın insanın bu xəstəliyin xroniki formasından əziyyət çəkməsidir. Dünyada əsasən hepatit B xəstəliyinə yoluxma faizinin yüksəkliyi Afrika qitəsinə düşür və bu rəqəm təqribən 60-65% əhatə edir. Dünyada bu qədər çox hepatit B xəstəliyinə yoluxma sayı əsasən onun diaqnozunun bir qədər gec qoyulması ilə əlaqədardır. Yəni xəstəlik özünü dərhal deyil, müəyyən bir müddətdən sonra özünü göstərir və ona görə də insanlar bu xəstəliyə yoluxduqlarından gec xəbərdar olurlar və ilk öncədən üzərinə düşə bilmirlər. Dediyim kimi, bugünkü videomuz hepatit B xəstəliyi haqqındadır və onun haqqında ətraflı məlumat verməyə çalışacağım. Keçən videoda hepatit A haqqında danışmışdıq. İndi isə mövzumuz daha da qlobal olan və insanların daha çox tanıdığı, bələd olduğu bir xəstəlik və qorxduğu bir xəstəlik haqqında danışmaq istəyirəm. Dediyim kimi, bu da hepatit B xəstəliyidir. Hepatit B virusu heparinaviridae ailəsinə aiddir və bu xəstəliyə insanlar ta qədimdən bələd olsalar da, tanımış olsalar da, onun törədicisini çox da uzaq keçmişdə aşkar etməmişdir. Təqribən 1970-ci illər civarında DNA adlı tədqiqatçı bu xəstəliyə yoluxmuş şəxsin qaraciyərindən yoddat götürməklə tədqiq etmiş və törədicinin məhz bu virus olduğunu aşkar etmişdir. Hepatit B virusu DNT əsaslı, yəni genetik məlumatları DNT zəncirində daşıyırdır və bu DNT zəncirində üzərini örtən bir nukleokapsid qişası vardır ki, bu da DNT-dən asılı olan bir fermentdir, yəni DNT polimerazadır. Bu da həmin virusun canlı toxumada, yəni qaraciyər toxumasında inkişafı üçün bir funksiyanı həyata yetirir. Hepatit B xəstəliyini törədən bu törədici lipoprotein qişası ilə əhatə olunmuşdur, yəni envelop təbəqəsinə sahibdir. B hepatit virusunun zülallarına uyğun olan antigenləri vardır və bu antigenlər virusun müxtəlif yerlərində yerləşmişdir. Həmin antigenlər vasitəsilə biz xəstəliyin diaqnozunun qoyulmasında istifadə edirik. Və həmçinin bu antigenlər, yəni zülali birləşmələrdir ki, bu antigenlər həmin virusun replikasiyasında, virulentliyində iştirak edirlər. Xüsusən də bunların arasında, bəlkə siz də analizlərinizdə görmüsünüz, HBS antigendir. Ən populyarı budur və bu antigen həmin virusun lipoprotein qişasında, yəni xarici təbəqəsində yerləşir. Bu da S-square ingilis dilində olan sözün baş hərfidir, yəni səthi antigeni təmin edir. İlk növbədə virusun orqanizmdə varlığını təyin edən bir antigendir bu. Həmçinin virusun nukleokapsid qişasında yerləşən müxtəlif antigenlər də vardır ki, antigen zülalları da vardır ki, onların bir sıra fərqli funksiyalar yerinə yetirirlər. Məsələn, HBI antigen bu virusun infeksiyalığını həyata keçirən bir zülaldır. Ondan da savayı HBC antigen, bu da olmadığı təqdirdə, məsələn, bəzən hepatit B virusunda olmur və bu olmayan virusların, bu antigeni olmayan virusların yalnız təqribən 10% hepatit törədə bilir. Əgər xəstəliyin xroniki hala keçməsini müşahidə ediriksə, bu xroniki hala keçməsini isə həmin antigenlərdən HBX antigen həyata keçirir. Yəni X burada onun xronikləşməsini
göstərən antigendir. Hepatit B virusuna əsasən qanda ya sferik formada, yəni bir növ yumru formada deyək, və yaxud da tubulyar, yəni sap formada aşkar edə bilirik. Hepatit B virusu, az öncə dediyim kimi, DNT quruluşludur və bu DNT quruluşu da qismən ikili zəncirdən ibarətdir. Bu da özünə məxsus replikasiya qabiliyyətini ona verir. Yəni, belə deyim, həmin hepatit B virusu orqanizmə düşəndə öz genetik materialını çoxalda bilir. Hepatit B virusu ətraf mühit amillərinə qarşı da olduqca davamlıdır. Hətta uzun illər ərzində əlverişli şəraitdə belə deyək, yaşaya bilir. Müəyyən dezinfektantlara, həmçinin də ultrabənövşəyi şüalara bir qədər davamlığa malikdir. Hepatit B virusuna insanlar hansı hallarda yoluxa bilərlər? Bu haqda da bir qədər danışım. Hepatit B virusuna yoluxma əsasən tibbi prosedurlardan sonra ola bilər və yaxud da cinsi aktdan sonra yarana bilər. Ona görə də hepatit B xəstəliyinə əksərən homoseksuallar arasında, fahişələr, narkomanlar arasında daha geniş yayıldığını görə bilərik. Çünki burada gigiyenik formada inyeksiyalardan istifadə olunmaması, bir dəfəlik olan iynənin bir neçə dəfə fərqli insanlarda istifadə olunması nəticəsində həmin hepatit B virusu digər insana keçə bilir. Hepatit B virusunun ümumiyyətlə bir insandan digər insana keçməsi üçün olduqca cüzi bir miqdarda qan lazımdır. Təqribən 0,10 mində 1 millilitr qan kifayət edir ki, bir insanı hepatit B virusuna yoluxdursun. Həmçinin də sadaladığım bu müəyyən asılılıqlar olan insanların çıxmaq şərti ilə digər insanlar, sadə insanların da yoluxması mümkündür ki, bu da burada əsasən qeyri-düzgün, yəni gigiyenik qaydalara əməl olunmadan, aseptika və antiseptika qaydalarına əməl etmədən tibbi prosedurlar həyata keçirməklə insanlar bu xəstəliyə yoluxa bilərlər. Məsələn, xüsusən bəlkə eşitmişsiniz, stomatoloqlarda bu xəstəliyə yoluxma halları baş verir. Yəni, əgər ağız boşluğunda müəyyən tibbi prosedur həyata keçirmək üçün istifadə olunan tibbi vasitələr dezinfeksiya olunmazsa və olunmadığı təqdirdə oradan, yəni hepatit B xəstəsindən götürülən, aparılan proses nəticəsində ondan keçən qan bu tibbi alətin üzərində olur və həmin alət digər xəstə üzərində, sağlam xəstə üzərində tətbiq edildiyi zaman onun yoluxmasına səbəb ola bilir. Həmçinin tatulardan istifadə edən insanlarda burada da gigiyenik qaydalar əməl olunmadığına görə bu xəstəliyə yoluxma halları tatu vuranlar arasında da geniş müşahidə olunur. Hemodializ xəstələrində bəzən bu müşahidə olunur. Bundan sonra bəzən uşaqlarda sünnət prosesi həyata keçirilərkən də ona yoluxma halları baş verə bilər. Yəni, burada əsas məsələ aseptika və antiseptika qaydalarına əməl olunmaması ilə və yaxud da gigiyenik qaydalara əməl olunmaması ilə bu xəstəliyə yoluxma halları baş verə bilir. Ona bildirim ki, bu xəstəlik sosial təmas nəticəsində yaranır. Yəni, salamlaşma ilə, hava tənəffüs yolu ilə yoluxma halları baş verir və yaxud da tükürcək vəsilə də yoluxma halları baş verir. Yəni, burada əsas məsələ qan bir insandan digər insana qan elementlərinin keçməsidir. Hətta bəzən manikür və pedikür prosesi həyata keçirilmiş şəxslər belə bu xəstəliyə həmin bu kosmetik manipulyasiyadan sonra da ona yoluxma hallarına müşahidə edirik. Həmçinin onu bildirim ki, əgər hamilə xanımlar bu xəstəliyə tutulubsa, yoluxublarsa, bu bətindaxili yolla həmin övlada uşağa keçə bilər. Hətta bəzən onların ölümünə belə, yəni bətindaxili ölümünə səbəb ola bilər. Onu da bildirim ki, bu xəstəliyin yoluxmasında səbəblərdən biri də cinsi əlaqədir. Yəni, cinsi əlaqədə düzgün gigiyenik qaydalara əməl olunmadıqda və yaxud da hepatit B xəstəsi ilə cinsi əlaqəyə keçən şəxslər bu xəstəliyə çox rahatlıqla yoluxa bilirlər. Orqanizmə düşən B hepatit virusu qanın leykositlərinə çökərək orada ilkin çoxalmanı həyata keçirilir və qan dövranı vasitəsilə orqanizmə yayılaraq dalaqda, həzm sistemi orqanlarında, sinir sistemində müəyyən çoxalma proseslərini həyata keçirirlər. Lakin hepatit B virusu əsasən hepatotrop infeksiya olduğuna görə yəni onların orada inkişafı çox uzun çəkmir və əsasən qan dövran vasitəsilə, yəni qana keçmiş hepatit B virusu əsasən qaraciyər hüceyrələrinə gətirilir və burada
belə deyək, bura çökməyə başlayır. Qaraciyər hüceyrələrinə gəlib çatmış həmin hepatit B virusu törədiciləri burada çoxalmağa başlayır və həmin hüceyrənin geninə, genetik strukturuna öz genini köçüdə bilir. Yəni ora persistə edir, yerləşdirir və nəticə etibarilə fərqli gen strukturu yarandığına görə həmin hüceyrə bu virusa uyğun olan zülallar yaradır. Nəticə etibarilə bu genetik strukturu və yaranan zülalları orqanizmin immun sistemi yad maddə kimi qəbul etdiyinə görə orqanizmdə yaranan immun reaksiya həmin hüceyrələrə hücum çəkir və hücum çəkmə nəticəsində bu hüceyrələri, hepatositləri, yəni qaraciyər hüceyrələrini, zədələnmiş qaraciyər hüceyrələrini məhv etməyə başlayır. Nəticədə məhv olduğuna görə həmin nahiyədə iltihabi proseslər başlayır. Yəni belə deyək, immun sistem birbaşa B hepatit törədicilərinə qarşı hücuma keçmir. Onlar qaraciyər hüceyrələrini çökdükdən sonra yaranan dəyişikliyə qarşı reaksiya göstərməyə başlayırlar və bu şəkildə virusların artmasının və inkişaf etməsinin qarşısını alırlar. Lakin buna baxmayaraq, nəticədə qaraciyər hüceyrələri zədələnməyə başlayır. Yəni, qısaca belə deyim ki, B hepatit xəstəliyi immun protektiv xəstəlik hesab olunur. Bəzi insanlarda immun sistem daha hiperaktiv olduğuna görə virus qaraciyər hüceyrələrində dəyişiklik törətdikdən sonra bu hiperaktiv olan həmin immun sistem dərhal bu yad tanıdığı hüceyrələrə qarşı hücuma keçdiyinə görə qaraciyərdə iltihabi dəyişikliklər daha sürətlə, yəni ildırımvari formada davam edə bilər və nəticədə həmin B hepatit xəstəliyi fulminant formada, yəni ildırımvari formada özünü göstərir və təəssüflər olsun ki, ildırımvari formada bir çox halda müdaxilə olunmasa, yəni tibbi müdaxilə olunmasa, həmin xəstəni tez bir zamanda itirmək qorxusu vardır. Bundan da savayı bəzən fulminant forma yaranmasa belə bir növ hepatit B xəstəliyinin bədxassəli forması inkişaf edir. Yəni daha aktiv, daha kəskin formada özünü göstərmiş olur. A və B hepatit xəstəlikləri yaratdığı dəyişikliklər bir-birinə bənzəsə belə B hepatit virusu A hepatit virusuna nisbətən qaraciyər toxumasını daha çox zədələyir və xüsusən də burada qapı venası ətrafında olan qaraciyər hüceyrələrini daha çox zədələyir və burada iltihabi dəyişiklikləri daha çox olur. Nəticə etibarilə qaraciyərin daxilinə massiv şəkildə yayılmış iltihabi proses baş verə bilir. Xüsusən də mərkəzi paycıqlarını zədələyirlər. Hepatit B xəstəliyinin xolestatik formasında burada öd kapilyalarının da divarlarının zədələnməsi baş verdiyinə görə ödün qatılaşması baş verir. Nəticədə belə deyək, qanın trombu olduğu kimi burada da ödün trombu yaranır və öd gölcükləri yaranır. Nəticədə burada sərhədlər dağıldığına görə, hepatositlərlə öd kapilyaları arasında sərhədlər dağıldığına görə həmin öd birləşməsi və yaxud da bilirubin deyək, bilirubin qana keçməsi baş verir. Nəticədə xəstədə sarılıq əlamətlərini görə bilirik. Qaraciyərdə hepatit B-nin törətdiyi iltihabi dəyişikliklərdən sonra təbii ki, orqanizm buna qarşı müdafiə reaksiyasının keçdiyinə görə burada birləşdirici toxuma elementləri yaranmağa başlayır və hepatit B xəstəliyi davam etdikcə nəticədə zədələdiyi yerlə sağalmağa doğru gedir və bu sağalma birləşdirici toxumanın yaranması ilə, yəni çapıqlaşma ilə baş verir və bu çapıqlaşma artdıqca qaraciyərin fibrozlaşması yaranır. Əgər hepatit B xəstəliyi müalicə etmədiyimiz təqdirdə bu zaman bu fibrozlaşma artır və fibrozlaşma artdığına görə qaraciyərin tam olaraq strukturunu əhatə etdiyinə görə, strukturunu zədələdiyinə görə nəticədə sirroz baş verə bilir. Və hepatit B xəstəliyinin son nəticəsi kimi həm sirroz və həmçinin qaraciyərin xərçəngi ola bilər. Yəni hepatoselülyar karsinoma baş verə bilər. Ümumiyyətlə, hepatit B xəstəliyinə yoluxduqdan sonra xəstəlik dərhal özünü göstərmir. Yəni hər bir infeksiyon prosesin, istər bakterial, istər virus infeksiyalarının özünün orqanizmdə yetişmə dövrü vardır. Buna inkubasiya dövrü deyilir. Keçən videoda da hepatit A haqda bunu demişdik. Təqribən 40-45 gündən sonra, yoluxduqdan 40-45 gün sonra özünü göstərir, əlamətlərini göstərməyə başlayır. Lakin hepatit B infeksiyasına yoluxduqdan sonra həmin virus orqanizmdə replikasiya, yəni inkişaf dönəmi keçirdikdən sonra üzə çıxmağa başlayır və bu da təqribən
60-180 gün arasında tərəddüd edir. Yəni təsəvvür edin, bir xəstəliyə, hepatit B-yə yoluxursunuz, də Allah uzaq eləsin. Yoluxduqdan maksimum 180 gün sonra bu haqda məlumat əldə edirik və bilirik ki, nəsə bizdə problem gedir və bu problem zamanı həkimə müraciət etdiyimiz zaman hepatit B xəstəliyinə yoluxduğumuzun fərqinə varıq. Yəni arada keçən bu qədər müddət əslində bir xəstəliyin aşkar olunması üçün olduqca uzun vaxtdır. Az öncə dediyim kimi, hepatit B xəstəliyinin diaqnozunun məhz gec qoyulması da bununla əlaqədardır. Səbəblərdən biri də məhz budur. Yəni, yetişmə dövrü keçdikdən sonra hepatit B-nin ilkin təzahürləri ortaya çıxmağa başlayır. Buna prodromal dövrü deyirlər, hər bir infeksiyada olduğu kimi. Nəticədə hepatit A xəstəliyində dediyimiz kimi bənzər əlamətlər ortaya çıxır. Ürək bulanma əlaməti yaranır, böyümə hissi yaranır, baş ağrısı, yorğunluq, daima uzanmaq hissi, heç bir şeyə həvəsin olmaması, qızdırmanın yüksəlməsi baş verir. Həmçinin əksər insanlarda sarılıq əlamətləri üzə çıxmağa başlayır. Ondan da savayı oynaqlarda, sümüklərdə ağrı, sızıltını hiss etməyə başlayırıq. Sağ qabırğa altında, epigastral nahiyədə ağrı hiss edirik. Bəzən küt ağrılar hiss olunur. Həmçinin qaraciyərin bərkiməsi, bəzən qaraciyərin bərkiməsi baş verdiyinə görə qaraciyərdə kapsullu orqandır. Üzəri qlisson kapsulası ilə örtülüdür və bu kapsul dartıldığı zaman oradakı olan sinir ucları oyanmağa başlayır. Nəticədə biz əlimizlə həmin orqanı basanda, qaraciyəri basanda ağrı hiss etməyə başlayırıq. Bu da hər bir xəstədə olmur. Müəyyən qrup xəstədə qaraciyərin böyüməsi olur, müəyyən qrupda olmur. Yəni, bu xəstəliyin ilkin təzahürləri dövründə bədən o qədər halsızlaşır ki, bəzən xəstə heç yumruğunu belə sıxa bilmir. Bu tipli xəstələrdə həmçinin dalağın, qaraciyərin böyüməsi olduğu kimi, bəzən dalağın da böyüməsi müşahidə oluna bilər, lakin dalağın böyüməsi çox davam etmir. Həmçinin zəiflik yarandığına görə, orqanizm halsızlaşdığına görə, nəticədə həmçinin bradikardiya, yəni ürək tonlarının azalması, ürəyin zirvə nahiyəsində qulaq asdığımız zaman o səsin kütləşməsini görürük, eşidirik. Təzyiqin də elməsi halları ilə qarşılaşırıq. Bu xəstəliyin xarakterik əlamətlərindən biri də sarılıqdır ki, düzü sarılıq bir sıra xəstəliklərdə özünü göstərə bilər, lakin hepatit B xəstəliyində sarılıq əlaməti əksər hallarda görünür. Və onların, bu xəstələrin dil altında, yanaqlarında, gözün sklerasında saralma əlamətlərini görürük. Bu da qaraciyərin zədələnməsi ilə bilirubinin qana keçməsi nəticəsində bizim dərimizdə yaratdığı sarı bir rəngdir. Yəni, görüntüdə xəstəni biz dərisinin saraldığını, tündləşdiyini görürük. Əsasən, yüngül formalarda bu sarılıq çox görünməsə də, ağır formalarda həmin insanda saralmanı daha tünd görürük. Həmçinin hepatit B xəstəliyində sarılıq əlaməti vəziyyətdən asılı olaraq davam etməsi də fərqli olur. Hətta bu sarılıq bir neçə aya qədər belə çəkə bilər. Adətən sarılıq yarandıqdan sonra xəstənin qızdırması düşməyə başlayır. Və bundan da əlavə sarılıq dövründə davam edən müəyyən əlamətlər var. Xəstənin halsızlığı bir qədər davam edir, qusma çoxala bilər. Bundan da savayı həmin bilirubin qana ifraz olunduğuna görə, qana buraxıldığına görə o dəridə qaşınma hissiyatı yaradır. Və bu qaşınma hissiyatı xəstədə əsəbilik, yuxu pozğunluğu yaradır. Sarılıq özlüyündə xəstənin yuxusunu pozmasa da, onun yaratdığı qıcıq əlamətləri xəstənin gərgin olmasına gətirib çıxarır və onun nəticə etibarilə yuxusunun pozulmasına gətirib çıxara bilər. Hətta bəzən bu xəstələrdə euforiya əlamətlərini görə bilərik, lakin bu çox uzun çəkmir, qısa müddət davam edir. Sarılığın davam etməsi ilə, yəni qanda bilirubinin yüksək qalması ilə bu qan böbrəkdən keçdiyinə görə, yəni böbrəkdən süzüldüyünə görə həmçinin bilirubin burada böbrəyin yumaqcıqlarına zədələyici təsir edə bilir. Nəticədə həmin xəstədə qanın süzülməsi nəticəsində son silikdə bilirubinin yüksək miqdarda görünməsi, həmçinin şəkərin miqdarının yüksəlməsi müşahidə edə bilər. Və nəticədə sarılığın uzun müddət davam etməsi nəticəsində bilirubinin toksiki təsiri ilə böbrəyin də özünün iltihabi dəyişiklikləri yarana bilər. Hepatit B xəstəliyinin kəskin formasını yaşayan
xəstələrin belə deyək, üzərinə tez bir zamanda tibbi müdaxiləyə keçmiş olsaq, onun əksər hallarda sağalmasını əldə edə bilərik. Lakin bəzən bu xəstəliyin üzərinə gec düşmə olduğuna görə və yaxud da xəstəliyin gedişatından, virusun özünün virulentliyindən, orqanizmin immun sistemindən asılı olaraq xəstəliyin davam etməsi də fərqli olur. Bəzən xəstəlik xroniki formaya keçə bilir və uzun müddət həmin hepatit B-nin daşıyıcısı funksiyasını yerinə yetirir. Adətən hepatit B xəstəliyini keçirən şəxslərdə qaraciyərin ölçülərini müşahidə edərkən onun böyüməsi müşahidə olunmursa və yaxud da ümumiyyətlə ölçüsü dəyişmirsə və yaxud da az miqdarda kiçilmə müşahidə olunursa, adətən bu xəstəliyin proqnozunun daha pis istiqamətə getdiyini düşünə bilərik. Və yaxud da bəzən görürsən xəstə sağalmağa doğru gedir, lakin yəni əlamətlər azalmağa başlayır, lakin qaraciyərin böyüməsi hələ də qalır, yəni kiçilmir, normal ölçüsünə qayıtmır. Adətən bu əlamət onun xroniki formaya doğru getdiyini göstərir və xroniki formaya getdikdə həmin xəstələrin qaraciyərindən savayı dalağı da böyümüş vəziyyətdə qalır. Ümumiyyətlə, hepatit B xəstəliyini keçirən şəxslərdə bəzən subklinikli formalarda olur. Yəni, əlamətlər üzə çıxmır və həmin insan hepatit B xəstəliyini əslində yaşayır. Lakin kliniki əlamətlər üzə çıxmır. Bu xəstəliyin laborator göstəricilərinə baxdığımız zaman əsasən onlarda qaraciyər fermentləri olan ALT və AST-nin yüksəlməsi və bunun uzun müddət davam etməsini müşahidə edə bilirik. Həmçinin hepatit B xəstəliyi xolistatik sindromla davam etdiyi zaman onda ALP-nin və QGT-nin də yüksəldiyini müşahidə edə bilərik. CD analiz nəticəsində də bunlarda CD ilə albuminin daha çox xaric olması, ondan əlavə bilirubinin yüksəlməsi, həmçinin şəkərin artıldığını müşahidə edə bilərik. Yəni, soruşa bilərsiniz, niyə burada şəkər və bilirubin izah etdim, niyə şəkər artır? Çünki qaraciyər özü glikogen deposudur. Yəni, özündə enerji deposu funksiyasını yerinə yetirir. Normalda qaraciyər orqanizmdə şəkər düşdüyü zaman, azaldığı zaman bu glikogen ehtiyatını fermentativ proseslərin ardıcıllığı ilə həmin glikogendən glukoza yaradır və onu qana buraxır. Nəticədə qanda şəkərin səviyyəsi normal saxlanıla bilir. Yəni, qanda şəkərin yuxarı olması xəstəlik sayılırsa, yəni şəkərli diabet xəstəliyi sayılırsa, aşağı olması da bir problemdir. Nəticədə bir qədər qanda şəkərin azlığı davam edərsə, nəticədə hipoglikemik şok vəziyyətinə insan gəlib çıxa bilər. Ona görə də qaraciyərin funksiyası pozulduğuna görə nəticədə qanda şəkərin miqdarı artır, bilirubinin təsiri ilə böyrəyin süzülmə funksiyası pozulur. Ona görə də şəkərin orqanizmdən xaric olması baş verir. Nəticədə silikdə şəkərin miqdarının artmış olduğunu görə bilirik. Bir qədər uzun müddət davam etdikdən sonra qaraciyərin zədələnməsindən asılı olaraq qanda albuminin də səviyyəsi aşağı düşə bilir. Çünki albumin də qaraciyərdə yaranan əsas zülallardan biridir və qan zülalı hesab olunur. Bu zülal qanda azalmağa başlayır. Qaraciyər həmçinin qanın laxtalanma faktorlarını yaratdığına görə, yəni burada yarandığına görə, onlarda qanın laxtalanmasında iştirak edən zülallar olduğuna görə, qaraciyərin disfunksiyası baş verdiyinə görə qanda onların miqdarı azalır. Nəticədə əsasən də ağız boşluğunda, xüsusən diş ətində mikroqanaxmaları görə bilərik. Xəstəliyin diaqnozuna gəldikdə isə hepatit B xəstəliyinin diaqnozu anamnez toplamaqla həyata keçirilir. Yəni, ilkin növbədə həkim onu müayinə edərkən vizual baxış keçirdikdən sonra müəyyən fiziki müayinələr etdikdən sonra, yəni perkusiya, palpasiya etdikdən sonra laborator müayinə üsullarına keçmiş olur. Laborator müayinədə bayaq dediyim kimi ALT və AST-nin yüksək olması və daha çox artması, daha çox bu səviyyədə qalması, ondan da əlavə seroloji markerlərin təyin olunması ilə bu xəstəliyin diaqnozuna qoymaq mümkündür. Hepatit B xəstəliyini keçirən şəxslərin qanın seroloji müayinəsini həyata keçirdiyimiz zaman burada HBS antigen müsbət çıxdığını müşahidə edirik. Yəni, bu marker müsbət çıxarsa, nəticədə burada hepatit B olduğunu və yaxud da keçirilmiş olduğunu aşkar edə bilirik. Düzdür, tək bununla kifayətlənmək olmaz. Həmçinin müayinə nəticəsində burada
anti-HBS immunoqlobulin də aşkarlana bilər ki, burada əgər immunoqlobulin M aşkar olunubsa, bu kəskin infeksiyanın olduğunu göstərir. Həmçinin bundan da əlavə immunoqlobulin G də aşkar olunur, yəni anti-HBS. S burada dediyim kimi səthi antigendir. O antigenə qarşı immunoqlobulin G də aşkar olunur. G təkcə bu infeksiyanın varlığını deyil, ola bilər ki, vaksin keçirmiş bir şəxsin, vaksin vurdurmuş bir şəxsin qanının nəticəsini verə bilər. Həmçinin immunoqlobulin G keçirilmiş xəstəliyi və ona qarşı immunitetin olduğunu da göstərmiş olur. Yəni bunlar hepatit B-nin diaqnozunu təyin etmək üçün həyata keçirilən müayinə üsullarıdır. Sarılığı olan hər bir şəxs hepatit xəstəliyinə əziyyət çəkir demək olmaz. Çünki bəzi xəstələr var ki, hepatit B-ni keçirsələr belə onlarda sarılıq müşahidə olunmur. Həmçinin insan çox kök ola bilər və çox kök olduğuna görə bilirubin məhz pi toxumasına, adipozitlərdə olan pi damlalarına çökdüyünə görə həmin xəstədə sarılığı rahatlıqla müşahidə etmək olmur və bu insan sanki xəstəliyi sarılıqsız keçirilmiş kimi görünə bilər. Kəskin hepatit B xəstəliyi keçirmiş şəxslərin bir qismi tam sağalmadığına görə onlarda xəstəlik kəskin fazadan xronik fazaya keçir və bu xəstənin üzərinə tibbi olaraq müdaxilə olunsa qarşısını almaq mümkündür. Lakin bəzən tibbi müdaxilə olmur və yaxud da xəstə bir qədər öz canına biganə yanaşdığına görə nəticədə xəstəlik xronik fazaya keçir. Xronik fazaya keçən xəstəlik də o deməkdir ki, artıq bu xəstəlik ən azı 6 ay davam edir. Və həmin xəstələr xronik vəziyyətdə olduğuna görə, yəni xronik fazalarda fərqli olur, indi onu da deyəcəm. Bu tip xəstələr 6 aydan bir dispanserizasiya olunmalıdırlar, yoxlanılmalıdırlar, həkim müayinəsinə getməlidirlər və mütləq bu hepatit B-nin virusunun hansı vəziyyətdə olduğunu müşahidə etməlidirlər. Niyə? Çünki xronik hepatit B xəstəliyinin bir sıra fazaları vardır ki, bunlardan biri də reaktivasiya fazasıdır. Yəni, həmin xəstəlik təzədən residivləşə bilər, aktivləşə bilər. Xronik hepatit B xəstəliyini keçirən şəxslərdə 4 faza ola bilər. Bunlardan biri immun tolerantlıq fazasıdır. Yəni, orqanizmin, bayaq dediyim kimi, immun sistemi həmin yoluxmuş qaraciyər hüceyrələrinə hücum çəkirdi. Bu dəfə xəstəlik bir növ sabitləşib, sakitləşib, xronik fazaya keçib və həmin immun hüceyrələr tolerantdır. Onu belə deyək, düşmən kimi qəbul etmir və yaxud da lori dildə desək, atəşkəs elan edirlər. İkinci faza kimi isə immun aktiv faza nəzərdə tutulur. Bu fazada immun sistem aktiv vəziyyətdə qalır və hələ də qaraciyər hüceyrələrini zədələməyə davam edir. Yoluxmuş, həmin virusla yoluxmuş qaraciyər hüceyrələrini aşkar etməyə çalışır və aşkar etdikcə onları məhv etməyə çalışır. Bu zaman qaraciyərin zədələnməsi prosesi davam edə bilər. Digər faza inaktiv daşıyıcılıqdır. Yəni, bu xəstə hepatit B daşıyıcısıdır. Lakin ətraf üçün belə deyək, yoluxucu hesab olunmur. Yəni, həmin mərhələdə insan inaktiv fazadadır. Ətraf üçün təsirsiz sayılır. Bir də bayaq dediyim kimi reaktivasiya fazası vardır. Bəzən xəstəlik uzun müddət davam edir, gizli formada olur, yəni belə xronikləşmiş formada olur və müəyyən müddətdən sonra bu da orqanizmin vəziyyətindən asılıdır. Bəlkə ikincili yanaşı xəstəliklərin yaranması və yaxud da immun sistemdə baş verən müəyyən dəyişikliklər və yaxud da hər hansı bilinməyən səbəblərdən asılı olaraq həmin xəstəlik təzədən aktivləşə bilər, residivləşə bilər. Bu da reaktivasiya fazasıdır. Hepatit B xəstəliyinin proqnozuna gəldikdə isə, bayaq dediyim kimi, kəskin faza əksərən sağalma ilə yekunlaşır. Lakin bu, kəskin fazada xəstəliyin davam etməsi də əsas şərtdir. Virusun virulentliyi də əsas şərtdir və orqanizmin özünün vəziyyəti belə və orada olan ikincili, üçüncülü xəstəlik belə bu xəstəliyin necə davam edəcəyinə birbaşa və yaxud da dolayı yolla təsir edə bilər. Əksər hallarda sağalma ilə bitir. Hardasa 20%-ə qədər, səhv etməmsə 20%-ə qədər bu xəstəlik xronikləşə bilər. Kəskin fulminant formada olursa, hepatit B xəstəsi çox hallarda ölümlə nəticələnə bilər, təəssüflər olsun ki. Bəzən bədləşə bilər. Daha tez bir zamanda
fibrozlaşa və siroz prosesi baş verə bilər. Burada da tibbi müdaxilənin rolu danılmazdır. Hansı mərhələdə tibbi müdaxilə olunursa, qarşısı alına bilsə, o zaman bu xəstəliyin qabağını, fəsadlarını qarşısını ala bilərik. Yəni, hepatit B xəstəliyinin davam etməsi ilə əsasən burada iltihabi dəyişikliklər yaratdığına görə bu zədələnən yer çapıqlaşmağa başlayır. Adi əl yarasında görmürsünüz, həmin yara müəyyən müddətdən sonra çapıqlaşır və izi qalır. Bu da ona bənzər bir şeydir. Burada baş verən iltihabi dəyişiklikdən sonra fibrozlaşma yaranır. Bu fibrozlaşma da çapıqlaşmanın nəticəsində yaranır. Əgər fibrozlaşma çox davam edərsə, nəticədə qaraciyərin çox hissəsi fibroz toxuması, fibrozlaşdığına görə, çapı toxumasından əhatə olunduğuna görə nəticədə qaraciyər sirrozu baş verə bilər. Və bu da kəskin qaraciyər çatışmazlığına gətirib çıxara bilər. Bundan da savayı hepatit B virusu karsinoma törədə bilən, yəni xərçəng törədə bilən bir sıra viruslardan biridir. Son nəticələrdən biri də hepatoselülyar karsinomadır, yəni qaraciyərin xərçəngi baş verə bilər. Hepatit B xəstəliyinin müalicəsi haqqında da bir qədər danışaq. Hepatit B xəstəliyi, dediyim kimi, virus mənşəli olduğuna görə bu xəstəliyi müalicə etmək üçün antiviral preparatlardan istifadə olunur. Bunlardan əsasən tenofovir ola bilər, entokavir ola bilər və bir sıra digər virus əleyhinə preparatlar ola bilər. Bəzən xəstələrin müalicəsi üçün interferon terapiya həyata keçirilir və bu xəstələrdə interferonu stimulyasiya edən preparatlar təyin olunur və yaxud da birbaşa interferonun birləşmələri, rekombinativ formaları təyin olunur. Nəticədə həmin interferon birbaşa virusa qarşı mübarizə aparmağa başlayır. Ümumiyyətlə, interferon insan orqanizmində yaranan bir müdafiə faktorudur və interferon xüsusən də virus mənşəli birləşmələrlə mübarizə aparır. Qripindən tutmuş, hepatitinə qədər bütün viruslara qarşı mübarizə aparmağa çalışan bir birləşmədir. Ümumiyyətlə, hepatit B xəstəliyinin müalicəsini həyata keçirərkən bu virusu orqanizmdən tamamilə çıxarmaq olduqca çətin bir prosesdir. Yəni, hepatit B xəstələrinin müalicəsi həyata keçirmək burada virusu öldürüb tam çıxarmaqla həyata keçirilmir. Əsasən, bu müalicə burada virusun inkişafını ləngitmək üzərində həyata keçirilir. Yəni, onun inkişafına nəzarət etməklə artıb çoxala bilməsin. Belə deyək də, bir növ müxalifət qüvvələri kimidir və onların üzərinə baskı yaranır ki, onlar tam inkişaf edə bilməsinlər. Həmçinin burada ikincili terapiya da təyin olunur, yəni qaraciyər funksiyalarının bərpa olunması, qaraciyərdə yaranan müəyyən B qrup vitaminlərinin dəstəkləyici şəkildə dozasını orqanizmdə artırmaq üçün B qrup vitaminləri təyin olunur, çünki qaraciyər zədələndiyinə görə müəyyən B qrup vitaminlərini sintez edə bilmir. Ondan da əlavə xəstənin vəziyyətindən asılı olaraq albuminin səviyyəsinə görə orqanizmə albumin təyin oluna bilər. Müəyyən pəhrizlər təyin olunur. Bu pəhriz də önəmlidir qaraciyərin bərpası üçün. Bəzən xəstəlik ləngidilsə belə, yəni hepatit B xəstəliyinin inkişafı qarşısı alınsa da, virusun inkişafının qarşısı alınsa da, qaraciyərin bərpası bir qədər uzun çəkə bilər. Çünki onun yaratdığı zədələyici təsir dərin ola bilər və yaxud da müəyyən bir sahəni, çox bir sahəni əhatə edə bilər deyə qaraciyərin bir qədər bərpa olunması uzun çəkə bilər. Başqa bir videoda əgər izləyirsinizsə, qaraciyərin özünü bərpa etməsi haqqında məlumat vermişdim. Lakin bunun da limitli olduğu haqqında demişdim. Yəni, bəzi insanlarda hətta olub ki, qaraciyərin 70% çıxarılıb, qalan 30% qaraciyər toxumasını bərpa edə bilmişdir. Yəni, yüksək regenerativ xüsusiyyətə malikdir. Lakin burada onun funksiyaları yükləndiyinə görə, zədələndiyinə görə nəticədə həmin qaraciyər özünün bərpa etmə funksiyalarını həyata keçirə bilmir. Ona görə də mütləq müalicələr təyin olunduğu zaman həkimlər xəstələrinə, pasientlərinə qaraciyər bərpa edici preparatlar təyin edirlər. Antioksidantlar təyin edirlər. Hepatit B xəstəliyinin yaratdığı fəsadlardan biri də burada iltihabi prosesdən sonra yaranan toksiki maddələrin zərərsizləşdirilə bilməməsi nəticəsində o qan dövranı vasitəsilə
sinir sisteminə gəlib çatdırılır və baş beynin zədələnməsinə gətirib çıxarır. Buna görə də burada qaraciyər ensefalopatiyası yarana bilər. Bayaqki fəsadlar içərisində bunu demədim, qoy indi demiş olam. Deməli, qaraciyər ensefalopatiyası yarandığına görə bu müalicə həyata keçirilərkən bir qədər beyin funksiyalarının da bərpa olunmasına, burada sinaptik əlaqələrin bərpa olunmasına, fosfolipidlərin bərpa olunmasına, həmçinin burada qan dövranının normal tənzimli həyata keçirilməsi üçün müəyyən preparatlar həkimlər tərəfindən təyin olunur. Həmçinin orqanizmdə toksiki maddələrin konsentrasiyasını azaltmaq üçün müəyyən fizioloji məhlullar, antioksidant tərkibli fizioloji məhlullar təyin oluna bilər. Hepatit B xəstələrinin qidalanmasına gəldikdə isə, demək olar bütün hepatitli xəstələrin qidalanması üçün təyin olunan pəhrizlər bir-birinə bənzəyir. Yəni, bu pəhrizlərin əsas məqsədi qaraciyərin yüklənməsinin qarşısını almaq üçün təyin olunur. Xəstəliyin vəziyyətindən asılı olaraq təbii ki, müəyyən pəhrizlər bir-birindən fərqlənə bilər, lakin əsas qidaları bildirmək istəyərdim. Antioksidant təsirə malik olan müəyyən bitki yağlarından, xüsusən də zeytun yağı istifadə olunur. Zülal tələbatını həyata keçirmək üçünsə, xüsusən də ağ ətlərdən, yəni toyuq əti, balıq ətindən istifadə olunur. Bu tip xəstələrə qəti surətdə alkoqollu içkilər icazə verilmir, qadağan hesab olunur. Qazlı içkilər qadağan hesab olunur. Çünki qazlı içkilər də qaraciyər üçün olduqca yük hesab olunur. Duz, yəni xörək duzu süfrədən maksimum, qida rasionundan maksimum dərəcədə çıxarılmalıdır. Duz da mənfi təsir göstərir. Ondan da əlavə konservləşdirilmiş məhsullar, hissə verilmiş məhsullar tamamilə qida rasionundan çıxarılır, fast foodlar çıxarılır. Meyvələrin də hamısı istifadə oluna bilməz təbii ki. Müəyyən qrup meyvələr istifadə oluna bilər. Xüsusən də lifli, pektin əsaslı müəyyən meyvələr, antioksidant əsaslı meyvələr istifadə oluna bilər. Məsələn, bu da təbii ki, yəni bunlar qəti deyil. Təbii ki, bunu həkim özü təyin edir. Mən ümumi bir məlumat verirəm. Orada təkrar bildirim ki, bizim kanalımız müalicə və müayinə məqsədi daşımır, sadəcə maarifləndirmə məqsədi daşıyır. Alma, armud təyin oluna bilər, nar təyin oluna bilər. Sonra qədərindən, xəstənin vəziyyətindən asılı olaraq müəyyən bir qədərdə qoz, fındıq təyin oluna bilər. Çünki onlar da tərkibcə sink, selində zəngin meyvələr hesab olunurlar. Dediyim kimi belə, qidalar haqqında da, pəhriz haqqında da ümumi bir məlumat verdim və bu xəstənin vəziyyətindən, xəstəliyin gedişatından asılı olaraq pəhriz dəyişmiş ola bilər. Hepatit B xəstəliyindən necə qorunmaq olar? Bu haqda da bir qədər danışım. Yəni, bu xəstəliyin profilaktikası haqqında danışım. Əgər tibbi prosedurlar həyata keçiriləcəksə, bu mütləq təhlükəsiz şəraitdə həyata keçirilməlidir və mütəxəssislər tərəfindən həyata keçirilməlidir. Xüsusən burada aseptika və antiseptika qaydalarına əməl olunmalıdır. Profilaktik tədbirlərdən biri də pis vərdişlərdən uzaq olmaqdır, narkomaniyadan uzaq olmaqdır. Çünki dediyim kimi, narkomaniyada ağıl başda olmur. Yəni, o təb gəldiyi zaman ağıl başda olmur və orada nə aseptika, nə antiseptika qaydalarına əməl olunmur. İğnə vurulmalıdırsa vurulacaq. O istəyir çirkli olsun, istəyir mikroblu olsun, istəyir ucunda zəhər olsun, fərqi yoxdur. O insan onu istifadə edəcək. Buna görə də ən yaxşısı pis vərdişlərdən uzaq durmaqdır. Bundan da əlavə, dediyim kimi, cinsi əlaqə nəticəsində bu xəstəliyi keçdiyinə görə buna da ciddi yanaşmaq lazımdır. Nə cür, necə, kimlə cinsi əlaqədə olacaqsınızsa, buna mütləq fikir verməlisiniz. Çünki hepatit B xəstəliyi cinsi yolla çox rahatlıqla ötürülür və bu yoluxmanın çox hissəsini təşkil edir. Yəni, yoluxmaların bir çox hissəsini həmin bu cinsi əlaqələr nəticəsində baş verir. Hepatit B xəstəliyindən qorunmağın yollarından biri də vaksin istifadə olunmasıdır. 3 dozalı, 4 dozalı vaksinlər təyin olunur. Yəni, hepatit B xəstəliyi vaksin təyin etməklə, vaksin vurdurmaqla qarşısını almaq mümkündür. Həmçinin anaların da, hamilə qadınların da ciddi şəkildə bu xəstəlikdən qorunması üçün tədbirlər görülməlidir və bu qorunma nəticəsində, bayaq dediyim kimi, anadan dövlət keçdiyinə görə bu xəstəlik, onları qorumaq lazımdır ki, yeni doğulmuş
doğulacaq uşaq bu xəstəliklə doğulmasın. Ümumiyyətlə tibbi prosedurlar, müəyyən kosmetik prosedurlar həyata keçiriləcəksə, mütləq mütəxəssislərlə məsləhətləşərək və yaxud da bu proseslərin həyata keçirilməsi mütləq mütəxəssis nəzarəti altında olmalıdır və təbii ki, burada tək mütəxəssisdir deyə də işi bitirmək olmaz. Mütəxəssis özü də aseptika və antiseptika qaydalarını bilməli və onlara ciddi cəhdlə əməl etməlidir. Belə, hepatit B xəstəliyi haqqında sonda deyəcəyim odur ki, hepatit B xəstəliyi illərlə səssiz qala bilər. Ona görə də bu xəstəliyi vaxtında aşkar etmək üçün müəyyən vaxtlarda həkim konsultasiyasından keçmək, müayinələrdən keçmək, müəyyən skrining testlərdən keçmək, müəyyən laborator müayinələri həyata keçirmək lazımdır ki, biz bu xəstəliyi vaxtında aşkar edə bilsək, həmin xəstəliyin yarada biləcəyi fəsadları qabaqcadan qarşısını ala bilər. Yəni, ziyanın yarısından belə qayıtmaq faydalıdır. Bəzən xəstələr analiz verdikdən sonra HbS antigen müsbət çıxır və dərhal məndə hepatit B var deyərək bir qədər təşvişə düşürlər. Yəni, tək bununla hepatit B diaqnozunu qoymaq düzgün deyil və digər müəyyən seroloji müayinələr və klinik müayinələr etməklə xəstəliyin daha düzgün diaqnozunu qoymaq mümkündür. İndi isə bu qədər hepatit B xəstəliyi haqqında da fikirlərimizi çatdırdıq və əgər bu videonun sona qədər izlədinizsə, təşəkkür edirəm. Öncədən tibbə, sağlamlığa maraqlı olmağınız bu təqdirə layiq bir addımdır. Mövzu haqqında nəsə fikirləriniz, suallarınız olarsa, mütləq şərh bölməsində yazmağınızı rica edirəm ki, nə qədər çox sual verə bilsəniz, nə qədər yaxşı sual verə bilsəniz, bu həm sizin suallarınızın cavablanmağı üçün, öz suallarınızın cavablanmağı üçün yaxşıdır. Həmçinin maraqlı suallar olsa da bizim araşdırmağımız üçün bir material olmuş olacaq. Videonu bacardığınız qədər bəyənin, paylaşın, hər kəs xəbərdar olsun. Çünki bildiyim qədərilə bu cür maarifləndirici video çəkən kanallarımız azdır. Ona görə də hər bir paylaşım, hər bir bəyənmə, hər bir şərh kanala bir dəstək növüdür. İndi isə sağ olun, sağlam olun, çalışın, gigiyena qaydalarına hər zaman əməl edin və sağlamlığınızı peşəkarlara və mütəxəssislərə etibar edin. Sağ olun.